Uşaq danışanda dayanır, sözləri təkrar edir, sıxılır, əsəbləşir. O zaman bu videonu keçmədən dinləyin. Çünki bir çox valideynlər vəziyyəti sadəcə uşaq utanır, həyəcanlanır, keçib gedər kimi düşünür. Ancaq düşünmür ki, elə problemin ilk başlanğıcı buradan başlanır. Kəkələmə sadəcə sözləri təkrar etmək deyil. Kəkələmə bir uşağın düşüncəsini, fikirlərini daha rahat ifadə edə bilməməsi və içində sıxılıb qalmasıdır. Təsəvvür edin ki, bir uşaq nəsə bir söz demək istəyir, fikrini ifadə etmək istəyir, ancaq bacara bilmir. Sözləri qırıq-qırıq deyir. O zaman nə baş verir? Uşaq utanır, aqressivləşir, susmağa üstünlük verir, danışmaqdan, ünsiyyətdən qaçır. Ən əsası özünə inamsızlıq, güvənsizlik baş alıb gedir. Ən böyük təhlükəsi isə valideynin göz görə-görə, eşidə-eşidə uşağının bu problemini aradan qaldırmır. Valideynlərin ən çox etdiyi səhvlər. Uşağın sözünü kəsərək özü cavab verir, uşağı tələsdirir, yavaş danış deyə irad bildirir. Bu reaksiyaları uşaq təbii ki, hiss edir. Uşaqda daha çox gərginlik baş alıb gedir və kəkələmənin dərəcəsi artır. Bəs uşaqlara olan yanaşma necə olmalıdır? Təbii ki, uşağı sakit və səbirlə dinləyin. Gözünün içinə baxaraq öz diqqətinizi ona hiss elətdirin. Sakit, stressiz ünsiyyət mühiti yaradın. Uşağın sözünü kəsmədən sona qədər dinləyin. Ən əsası uşağı məcbur etməyin çox danışmağa və təbii ki, danışmaqdan da çəkindirməyin. Uşaq bu reaksiyanı çox gözəl başa düşür. Siz sakit olduqda özü də rahat olur. Əsas məqama yaxınlaşmaq istəyirəm. Kəkələmə erkən mərhələdə müdaxilə olunarsa, çox uğurlu nəticə əldə etmək mümkündür. Əgər vaxtında müdaxilə olunmazsa, uşağın problemi daha da arta bilər, özünə inamsızlıq, güvənsizlik daha da çoxala bilər. Əgər siz də öz övladınızda bu halları müşahidə etmişsinizsə, o zaman bu məsələni sabaha saxlamayın. Bizə yazın, müraciət edin. Birlikdə uşağımızın nitqini daha gözəl, daha səlis, daha avazlı, aydın hala gətirək. Unutmayaq, hər bir uşağın gözəl nitqə sahib olmağa haqqı var. Əziz valideynlər, təbii ki, bu sizdən asılıdır.